Kollektiv başçılıq etdi və kollektivin bütün üzvləri də onun təşəbbüsü ilə biz, yəni bunları hələ azdır, bu şəhidlər üçün azdır, ərsəyə gətirdik. Nümunədir də, başqa məktəblər arasında belə. Yəni buradan bir məktəbdə 3 şəhid, yəni 3 şəhidimiz var. 3 şəhiddə bu gördüyünüz müəllimlər. Şəhidlər gəlin fəxri eləyək ki, yəni bir məktəbdə oxuyursunuz ki, onlar hər biri bir qəhrəmandır. Özünüz də belə möhkəm olun, dərsinizi yaxşı oxuyun və eyni zamanda onların belə vətənpərvər görməsində siz müəllimlərin... Cənab Prezidentimiz də o zaman Zəfər bayramında söylədi, dedi pərdənin görünməyən tərəfi var. O tərəf, o 3000 şəhidin məktəbdə yetişməsindən irəli. Onları da yetirən biz müəllimlərin, ziyalılardır. Valideynlərin birlikdə. Əli də elə balaca yaşlarından bu məktəbdə oxuyanda əmək təlimi müəlliməsi uşaqlara nəsə hazırlayıb gətirməyini xahiş edilmişdi ki, uşaqlara. Əlinin yəqin ki, nəlişi də buradadır. Əli tarladan avtomat düzəldib gətirmişdi. Rezində, elə bilək o toxunanda ona səs çıxardırdı. İçəri girəndə uşaqlar gülmüşdülər ki, bu nədir? Deyib ki, avtomatda hər birimiz oğlanlar hamımız əskər gedişik. Əskərliyə də gedəndə Əlinin ilk ziyarəti Şəhidlər Xiyabanı olur. Düzdür, bir ana kimi dedim, ziyarətə aparacaq, əskər gedirsən, Allah köməyində olsun. Dedi, yaxşı mama. Bir də qayıdıb gələndən sonra dedim ki, əlbəstə elədim, sən ziyarət edim, amma mən ziyarət eləmişəm. Dedim, bəs mən niyə aparar? Dedim, mən ən böyük birinci əskərin ziyarət yeri Şəhidlər Xiyabanı olmalıdır, orada şəkili də var. Orada da şəkil çəkdir. Qəhrəmancasına da hər birinə bir ana kimi qurban olub, döyüşdülər. Heç bir zaman onlar hərbiçi olduğu üçün olan sırrı heç vaxt danışanda deyirdi, yaxşıyıq, sizlər yaxşı olun. Dediyi sözlər buydu Əlinin. Sarı canavar ləqəbi almışdı. Əli orada sürücü olduğu üçün maşınını onun yanına getmişdik. Dedilər, bəs kimin valideyni gələn? Dedik, Əli. Dedilər, Əli çoxdur. Komandiri dedi ki, Əli harda olar, o maşınını çox sevir. Doğrudan da ondan sonra o maşını heç bir orada olan sürücülər, kizir olsun, maxilər olsun, Əlinin maşınını sürmədilər. Başqa çasta göndəriblər. Çünki dedi, biz Əlini o qədər maşını çox sevirdi ki, ona görə həmişə Əliyi orada Əli kimi yox, sarı canavar kimi tanınır. O ləqəbi verilmişdir. Doğrudan demək getdik ki, maşınını təmizləyir. Elə ona görə də hər zamanda elə müharibədə də olanda Əli silah daşıyırdılar, onlar yaralıları gətirirdi, təhvil verirdi. Özü də yenə də bu döyüşlərin, qızğın gedən döyüşü, Talış kətdə, ondan sonra o su qovuşana silahı verib Ağdərə istiqamətinə gedən zamanda orada şəhid olmuşdu. Məqamları hamısını ucar olsun. Bizlər üçün, bir ana üçün, valideyn üçün çox çətindir danışmaq, amma onların uca zirvəsi şəhid adıdır. Bizləri də bugünkü günü yaşadan. Sizlər də hər birinizə təşəkkür edirik ki, bizlərə belə dəyər verirsiniz, şəhidlərimizə dəyər verirsiniz. Unutmursunuz, çox sağ olun. Borcumuzdur. Biz bu borcu eləməliyik ki, bu nəsilə örnək olsun, onlar da gələcəyə ötürsün. Ötürsün ki, bugünkü bizim bu tür gözəl iqbalımız üçün onlar şəhid oldular və belə bir rahat şəraitdə, əmin-amanlıqda yaşayırıq. Körpələrimiz istər oğlanlarımız olsun, istər qızlar, hər birimiz bir gələcəyimizdirlər Azərbaycan xalqının. Ona görə də hər bir zaman başlarını qaldıranda, şəhidləri ilə, onları unudulmayanda bizlər üçün də daha xoşdur. Bizlər unudulacaq, amma onlar heç bir zaman unudulmaz. Sizin kimi, sizin müəllimlər sayəsində, direktorumuzun sayəsində onlar unudulmayacaqlar ki, gələcək nəsillərimiz onları tanısın ki, bugünkü günü nətər bizlər 90-ın şəhidlərini fəxrlə tanıdığımız kimi, anan kimi onlar da Vətən müharibəsi şəhidlərinin tanımaqlarını böyük olaraq fəxrdir, sağlamçıları. Özdə yadımdan çıxmaz, Əli həmişə ikinci mərtəbədə o pəncərənin başında durur. Biz növbəti olanda Əli sinifə gir, mənim girirəm da, mənim 2 dəqiqə dayan. Heç bu şəhidlərimizin o məktəbdə oxuduğu illər, onların bizimlə bağlı xatirələri biz unutmarıq. Biz də fəxr edirik ki, kim olar, harada olursa olar, biz belə şəhidlərin müəllimi oluruz. Allah rəhmət eləsin.
doğrudan da torpaqlarımızı düşmən altında, paxtağı altında qoymayacaq. Həqiqətən də şəxsi fərdi heyfimizi yox, vətənimizin, torpağımızın, o 1 milyon qaçqının, köçkünün, o şərtlərin biz bəli qisasını alacaq. Doğrudan da bu həqiqətən də Ziyad da, Səbuhi də, Əli də və adını çəkmədiyimiz digər doğmalarımız, digər əzizlərimiz də, mənim aləmdə də 2 nəfər şəhid var. Bütün uşaqlar, fərqi yox, onların hamısı bizim əzizlərimiz, gözümüzün ışığıdır, bizim balalarımızdır. Həqiqətən də mən həmişə uşaqlara deyirəm, təkcə sizin yanında yoxdur. Uşaqlar, o qəziyyətdəki şəkil doğrudan da o zamanlı olubdur. Geldi karşıda nasıl saçınlar ya da saçlar Allah doğum arasında geldi yarası saçınlar onu gördü ve o neredeyle dedim ki eşlerisi yaralanmıştı da sen biz benim arasına değmişti. Belki o yelkelim alıp gelip yaşayacağız orada. Ben bir gülümsedim kalktım dedim ki kes nefəyəm, gözlüyə sən yekələrsən, havaya yekələrsən, gedəsən, torpaqlar arası. Allah qismət elədi, gəldi. Şəhidlik onların qismətindədir. Hər kəs şəhid olmaz. Allah onların qismətinə şəhidlik yazır. Bizim şəhidlər haqqında çox kitablarımız var. Oturmuşdu, divanda qətiz. Gəldi, oturdu, böyürdü. Məhvə şəhər olsam, nağa ayırarsan. Oturdum, ağladım, belə doluq sundum, qətim dedim ki, sən Allah yaxşı günəm, olursa bir qardaşım getdi belə, indi də sən də belə danışma. Amma onlar həqiqətən bayaq da mən təkrar olmasın, tarix yazdılar və bir də ki, bu dünyada heç kim qalmayacaq. Hər birimiz Allahın verdiyi ömrü yaşayıb sona çatacaq. Amma o zirvəyə hamımız yüksələ bilməyəcək. Onlar dünyanın ən xoşbəxtlər və siz ən bəxtəvər analardansınız ki, evlatlarınız bu dünyada gözəl ad qoydular, gözəl nümunə oldular, gözəl məktəb oldular, özlərindən sonraki nəslə böyük bir iz qoyub getdilər, bir böyük cıdır açdılar, getdilər. Mənə elə gəlir ki, bugün onların ruhu şaddır. Biz hər dəfə dərsdə söhbət düşəndə, istər bu sinifdə, istər digər siniflərdə bu uşaqların həm şəxsi nümunə kimi, elə dərsdə, məktəbdə oxuduqları illərdə də əxlaqlarından, xarakterlərindən bir çox uşaqlara nümunə oldular. Və bugün də o şəhidliklərinin ən böyük tarixi yazdılar, ən böyük qəhrəmanlığı yazdılar. Və mən elə bilirəm ki, sizlər, siz şəhid anaları, dünyanın ən bəxtəvər analarısınız, ən xoşbəxt analarısınız. Elə düşünürəm. Çünki sizin uşaqlarınız hər yeni nəsil gəldikcə yaşayacaqlar. Hər yeni nəslin xatirində onlar olduqları yaşda qalacaqlar. Bizim adlarımız silinəcək, onlar Bəli, bəli. O mənada doğrudan da onlar tarix yaza bildilər. Çox sağ olun Zərəgiz müəllim. Gedək ortaqlara da baxaq. Buyurun, xoş oldu sizdən görürlər. Ruhu şad olsun. Siniflərdə, əziyyətlər. siniflərdə, Sizdə əziyyət oldu. Sağ olun.